Tamam. Lenovo K910 bunu sökmüşəm mən indi. Çünki bunun ekranı qırılmışdı. Bunun ekranı qırıldığına görə mən də bunu tərtəmiz söktüm. Matritsada çatlamışdı. Burada ola bilər yaxşı görünmür, ancaq matritsa çat olduğu üçün, zədələndiyi üçün mən internetdən təzə matritsa ilə ön ekran zakaz verdim. Bu dəqiqə bunlar hamısı sökülüb. Bunlar bataryasıdır. İnternetten zakaz vermişəm. Şimdi də bunun üçün skoç veriblər, 2 tərəfli skoç. Bunu da zakaz vermişəm. İndi mənim əlimdə telefon olduğu üçün bunu çəkə bilmirəm. Ancaq bunu yığandan sonra inşallah ki, bacardığım qədər çəkib göstərəcəm. Təzə ekrandır. Kırılmış ekran. Burada artıq şu ekran matris ikisi bir yerdədir. İnternetten zakaz verəndə bu vəziyyətdə vermişəm. Bu da 2 tərəfli skoçdur. İndi bunu yapışdırmaq lazımdır. Bu hissəyə akuratla düzəltmək lazımdır. Qabaq hissələrə, ön hissələrə, hər tərəfinə. Ondan sonra bunu tutturmaq lazımdır onun üstünə. İnşallah mən biraz iş görəndən sonra təzədən çəkiliş edəcəm. Belə birinci etap həll oldu. Bunu buna skoçla, 2 tərəfli skoç qoyandan sonra yerləşdirdim. Təzədən bunu Allahın izinə bağladım. Hər bir şey normaldır. Qıraqda gördüyünüz qırıq oxşuyur, amma qırıq deyil. Bu üstündə olan plyonkadır. İndi növbəti etap bunun sistem bloku olacaq. Sistem bloku. Bir də ki, arka blok. Böyle ana plata da yığıldı bura. Bizde kaldı bir tane arka. Bir de ki bunun kap. Arka zaşitnik. Batarya. Bir de arka kapak. Bunun arkası yığıldı. Bataryası koyuldu ve üstünden yandırdım testovi ekranı yoklamak için. Ekran işləyir. Elhamdülillah her bir şey normaldir. Bir de bunun altını tam yığaq. Korpusu bağlamaq üçün təzədən bunları yığmaq lazımdır ki, yoxlamaq. Təzədən davam edərək. Arka korpusu bağladıq. İndi bu boltları bağlamaq lazım. Balaca olan boltlar var qıraqlarında. Ondan sonra axırda knişka və test. Belə arka krışka da bağlandı. Telefon hazırdır. Şimdi bunu video yoxlamaq lazımdır. Sensör necə işləyir? Maşallah yaxşı işləyir. Elhamdülillah. Bu da bizim testimizin sonu. Hamıya sağ ol.